أعوذ بالله من الشيطان اللعين الرجيم. بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين وصلى الله على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. السلام عليكم ورحمة الله وبركاته. Yaxşı, beləliklə bugün biz qaldığımız seriyaya davam edəcəyik. Və bugün əslində inşallah sizin üçün olduqca maraqlı bir mövzudur. Çünki düşünürəm ki, bugün bəlkə də bu epizodda bir çox şeylər bir növ öz yerini tapacaq. Hər şey inşallah məna kəsb edəcək. Bu epizodun və ya bu mühazirənin başlığı Ümmül Kitabdır. Oldu? Bu da ərəbcə hərfi mənada kitabın anası deməkdir. Bəs bu Ümmül Kitab və ya kitabın anası ifadəsi nədir? Bu ifadə əslində Quranda bir neçə dəfə keçir. Və bu ayədə məsələn deyilir: Kitabı sənə nazil edən odur. Onun bir hissəsi möhkəm ayələrdir ki, bunlar kitabın əsasıdır. Ali İmran 7. Lakin istifadə olunan söz əslində anadır, elə deyilmi? Yəni ən azından tərcüməçilərin fikrincə bu kitabın əsası deməkdir. Digərləri isə mütəşabihdir. Beləliklə, kitabın əsası olan ayələr var və mütəşabih olan ayələr var. Qəlblərində əyrilik olanlar fitnə törətmək və ona yozun vermək məqsədi ilə mütəşabih olanın ardınca düşərlər. Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: Biz ona iman gətirdik. Hamısı Rəbbimizdəndir. Bunu ancaq ağıl sahibləri dərk edərlər. Bu, Quranda başqa bir dəfə bu ayə qarşımıza çıxır ki, orada Allah Subhanahu və Taala buyurur: Allah istədiyini silər, sabit saxlayar. Kitabın anası onun yanındadır. Və sonra bu məşhur ayə var və o deyir: Həqiqətən o, yanımızdakı ana kitabda çox uca və hikmətlidir. İndi Muhammed və Ali Muhammed əleyhissalamın rəvayətlərində xüsusilə bu ayənin təfsiri belədir. Həqiqətən o, yanımızdakı ana kitabda uca və hikmətli Əli kimi xatırlanır. Onlar deyirlər ki, bu Əli ibn Əbu Talibə istinaddır. Beləliklə, biz Əli ibn Əbu Talib əleyhissalamın ana kitabda hikmətli olaraq qeyd olunduğunu görürük. Həmçinin bizim belə bir ayəmiz var ki, bu əslində olduqca mübahisəlidir. Çünki bu ayə əsasən deyir ki, Allah Subhanahu və Taala bir şeyi hökm edə bilər. Və o şey haqqında hökm verən bir ayə nazil edə bilər və sonra o, daha sonra onu dəyişdirə bilər. Beləliklə, ideya ondan ibarətdir ki, bu kitab başqadır və ya müqəddəs Quranın zahirindən başqa bir şeydir. Mənbədir ki, Allaha imkan verir, dəyişdirmək istədiyi hər şeyi dəyişdirsin. Və bu fikir sizin üçün biraz daha aydın olacaq. Beləliklə, bizdə Əbu Hüreyrədən gələn bu kimi rəvayətlər var. O, Muhammed Peyğəmbərin belə buyurduğunu rəvayət etmişdir. Siz Həmd surəsini və ya Fatihə surəsini oxuduğunuz zaman Bismillahirrahmanirrahim oxuyun. Çünki o, Quranın anasıdır. Kitabın anasıdır və təkrarlanan 7-dir. Və Bismillahirrahmanirrahim onun ayələrindən biridir. Və beləliklə, güya Muhammed Peyğəmbərdən gələn və kitabın anasının əslində Fatihə surəsi olduğunu bildirən bir rəvayət var. Çünki Fatihə surəsi kitabı açır. O, kitabın başlanğıcıdır. O, çox vacib bir surədir və o elə bir surədir ki, digər rəvayətlər bütün Quranın əslində o birinci ayədə Bismillahirrahmanirrahimdə olduğunu, bütün Bismillahirrahmanirrahimin Bismillahın basında olduğunu və bütün banın nöqtədə olduğunu bəyan etmişdir. Oldu. Bəs Ümmül Kitab nədir?
Həmçinin yazılmış başqa bir kitab da var. O, əsasən İmam Baqir əleyhissalam ilə onun səhabələrindən biri arasında baş tutan bir söhbətdir. Bu kitab gizli bir kitabdır. Bu son 1400 ilin əksər hissəsi ərzində ictimaiyyətə açıq olmayan gizli bir dərslikdir. O əslində gizlədilib və yalnız bu yaxınlarda üzə çıxıb. O həm Nüseyrilər, həm də İsmaillər tərəfindən mötəbər sayılır. Beləliklə hər ikisi düşünür ki, bu çox müqəddəs bir kitab və ya müqəddəs bir mətindir. O, əsasən İmam Baqir əleyhissalamdan onun səhabəsi Cabirə gizlin elmin vəhy edilməsidir. O, bir çox müxtəlif yollarla, xüsusilə kölgələrə və kitabın və ya müraciətin digər aspektlərinə, məsələn, 7 Adəmə isnadlarında Həftü Şərifə çox bənzəyir və əslində çox oxşardır. O, bunu özündə ehtiva edir və bu kitabın orijinal versiyası özündə əslində ərəbcə, farsça və həmçinin aramicə sözlər ehtiva edir. Beləliklə, onun mənşəyi bir növ olduqca uzağa gedir. O qismən bəzi dillərə, məsələn, alman, ingilis dillərinə tərcümə olunub. Siz bütün mətni ingilis dilində tapa bilməzsiniz, lakin kitabın bu bölməsi tərcümə olunub və orada Marvin Meyer adlı bir adamın şərhi var. Və o, bir çox hermetik mövzulara ehtiva edir. Və buna görə də biz bugün onu nümayiş etdiririk. Çünki o, bizim danışdığımız hər şeylə mükəmməl şəkildə uyğun gəlir. Bu, əslində mühazirələrimizin kulminasiya nöqtələrindən biridir. Beləliklə, Ümmül Kitabda kitabın anası ən yüksək aləmdə mövcud olan ilkin səmavi Qurandır. Bizim burada aşağıda Quran adlandırdığımız şey o reallığın daha aşağı sıxılmış yansımasıdır, aydındır. Beləliklə, burada yuxarıda necədirsə aşağıda da elədir mövzusu var. Bəs Ümmül Kitab nə deyir? Ümmül Kitab deyir ki, Quranda istinad edilən Ümmül Kitab orijinal Qurana bir istinaddır. Bizim kitab kimi sahib olduğumuz Quran maddi Qurandır. Yuxarıdakı formalar dünyasında olan Quran isə Ümmül Kitabdır. Beləliklə, bizim burada aşağıda sahib olduğumuz Quran, o reallığın kondensasiya olunmuş yansımasıdır. O, ən aşağı qübbənin insanları üçün səslərə, hərflərə və hekayələrə parçalanıb. Bu, Platonun formalar dünyası və kölgələr haqqında ideyalarına bənzəyir. Beləliklə, Ümmül Kitab səmavi Qurandır. O formadır. Bizim burada sahib olduğumuz oxunan Quran isə müqəddəs yazıdır. O, qarışıq və bədənlər dünyasında, bu fiziki aləmdə həmin daha yüksək kitabın surətinin kölgəsidir. Fikir aydındır. Beləliklə, burada İbn Abbasdan bir rəvayət var. O, bu ayə haqqında dedi, 7 göyü və yerdən də bir o qədərini yaradan Allahdır. O deyir, onlar 7 yerdir, hər yerdə sizin peyğəmbəriniz kimi. Bir peyğəmbər, Adəm kimi bir Adəm, Nuh kimi bir Nuh, İbrahim kimi bir İbrahim və İsa kimi bir İsa vardır. Və bu elə bir rəvayətdir ki, onun bir çox müxtəlif versiyaları Əhl-i Beyt imamlarının bir çoxunun dilindən mövcuddur və insanlar bu rəvayət üzərində düşünüblər və bu rəvayəti izah etməyə çalışıblar. İnsanların əksəriyyəti düşünüb ki, bu əsasən zaman dövrünün özünü təkrarlaması haqqında danışır. Yəni, insanlardan əvvəl bizim bu Adəmimizdən əvvəl bu yer üzündə yaşamış başqa bir məxluq qrupu olub. Və onlar da bir Adəmlə başlayıblar və hansısa nöqtədə sona çatıblar. Bilirsiniz? Və ondan əvvəl də eyni şey olub. Beləliklə, onlar bunu Adəmin növün birincisinə istinad olması kimi qəbul edirlər. Elə deyilmi? Və hər dəfə Allah bir növ yaratdıqda onlara Nuh, İbrahim və ya İsa kimi bir xarakter göndərir. Lakin Həftü Şərif və Ümmül Kitab bunu çox fərqli şəkildə izah edir. İmam Baqir əleyhissalam başqa bir rəvayətdə buyurur: Həqiqətən Allah Subhanahu və Taala yeri yaratdığından bəri yer üzündə 7 dünya yaratmışdır. Onlar Adəmin nəslindən deyildilər.
O, onları yerin səthindən yaratdı və onları öz düyünləri ilə bir-birinin ardınca orada məskunlaşdırdı. Sonra Allah Subhanahu və Taala bu bəşəriyyətin atası olan Adəmi yaratdı və onun nəslini ondan yaratdı. Beləliklə, bu Həftüş Şərifin mənim tərcümə etdiyim mündəricatının ekran görüntüsüdür. Və burada görəcəyik ki, Həftüş Şərif bu 7 Adəm mövzusunu olduqca vacib hesab edir. Həftüş Şərifdə bu mövzu ilə bağlı 3 fəsil var. Onları elə burada görə bilərsiniz. Fəsil nömrə 60. 7 Adəmin dövrlərin və sayların bəyanı. Fəsil 61. 7 Adəm. Və fəsil 65. 7 Adəmin təshihi. Beləliklə, 7 Adəmə yalnız bu 3 fəsildə deyil, bir çox başqa yerlərdə istinad edilir. Əslində, birinci fəsil artıq 7 Adəm haqqında danışmaqla başlayır. Həft sözünün özü farsça 7 deməkdir. Beləliklə, biz ortaya çıxan bu mövzunu görməyə başlayırıq və mövzu tamamilə bu 7 rəqəmə ətrafındadır. 7 rəqəmi İslamda super vacibdir. Bəzi insanların Ümmül Kitab adlandırdığını dediyimiz Fatihə surəsi, onun 7 ayəsi var. 7 səma və 7 yer var. Kəbə ətrafında etməli olduğunuz 7 təvaf var. O təvaf Kəbə ətrafında 7 dəfə fırlanmaqdan ibarətdir. Səfa və Mərvə arasında 7 səy var. Həcdə müxtəlif 3 sütuna 3 dəfə 7 daş atmalısınız, elə deyilmi? Məhəmməd Peyğəmbər sallallahu aleyhi və aleyhdən gələn bir hədisə görə 7 əza üzərində səcdə etməlisiniz. O buyurur ki, biz 7 əza üzərində səcdə etməliyik. Burunla birlikdə alın 2 əl, 2 diz və 2 ayağın ucları. Və yeni doğulmuş üçün qurban və uşağa ad qoyulması 7-ci gündə baş tutardı və cəhənnəm odunun 7 qapısı var. Və bu Qurandan bir ayədir, orada deyilir. Onun 7 qapısı var, hər qapı üçün onlardan bir dəstə ayrılmışdır. Beləliklə, siz bu 7 rəqəminin təkrar-təkrar qarşınıza çıxdığını görürsünüz. Bəs Ümmül Kitab əslində nə bəyan edir və asan xülasə nədir? Əslində bu çox mürəkkəb bir kitabdır. Onu oxumağa cəhd edənlərin əksəriyyəti heç nə başa düşmədən oradan çıxırlar. Çünki çox mürəkkəbdir, çox qəlizdir. Keçilməsi lazım olan çoxlu allegoriyalar və çoxlu müxtəlif mövzular var. Lakin inşallah bu axşam mən sizə bu kitabın ən vacib və əsas mövzularının xülasəsini verməyə çalışacağam. Kitabda əsasən ilk yaradılan bu yüksək aləm var və bu yüksək aləmin ağ dənizi var və həmin yüksək aləmdə ilk nurlar var. O aləmin təpəsində, o aləmin üzərində uca hökmdar var. O kəs ki, Ümmül Kitab onu hər cür təsvirdə münəzzəh kimi təsvir edir. Onların altında ağ dəniz və əbədi ağ pərdə var. O, ən yüksək aləmdə, ağ dəniz və ağ pərdə aləmində nə var? Sizin bu dünyanız, bu bərzəx var ki, o yalnız bu 5 əzəli nura məxsusdur. Hansı ki, mətn sonda onları Muhammed, Əli, Fatimə, Həsən və Hüseyin kimi təqdim edir. Və sonra mətn bildirir ki, onlara 2 əlavə şəxs, Əbu Talib və Abdullah əlavə edilir və ya onlarla tamamlanır. Beləliklə, bu onların yaşadığı aləmə çevrilir. Onlar ən yuxarı aləmdə olan 7 nurdur. Orada həmçinin 5 ağacda mövcud olan 5 qüdrətli simvolik məxluq var. Şir, Buraq, Ağ Şahin, Simurq quşu və Düldül. Onlar həmin nurların surətləri və ya yansımalarıdır. Bu orijinal pak dünyadır. Bu ən yuxarı dünyadır və bu bizə Tomasın İncilini xatırladır. Çünki İsa Tomasın İncilində 19-cu kəlamda nəsə deyir. O deyir: "Xoş o kəsin halına ki, var olmamışdan əvvəl var olmuşdur. Əgər mənim şagirdlərim olsanız və dediklərimə diqqət yetirsəniz, bu daşlar sizə xidmət edəcəkdir."
Çünki cənnətdə sizin üçün 5 ağac var. Onlar yayda və qışda dəyişməzlər və yarpaqları tökülməz. Kim onları tanısa, ölümü dadmaz. Beləliklə, burada İsa'dan sitat gətirən bir xristian qnostik yazı var. İsa deyir ki, əgər əbədi həyatı istəyirsinizsə, cənnətdə mövcud olan bu 5 ağacı tanımalısınız. Və sizin ümmül kitabınız var ki, o həmin 5 ağacın həqiqətən cənnətdə mövcud olduğunu deyir və o 5 ağacın içində bu məxluqlar var. İndi mətn aydınlaşdırılmağa davam edir ki, əsasən bu məxluqların hər biri Əhl-i Beytdən birinin nurunun yansıması kimidir. Beləliklə, şir Fatimə Zəhra əleyhissalamın nurunun yansımasıdır. Buraq Muhammed Peyğəmbərin nurunun yansımasıdır. Sizin Peyğəmbərin qatırı, Əlinin qatırı var idi. Adı Düldül idi. O, möminlərin əmirinin nurunun yansımasıdır. Ağ Şahin İmam Həsənin nurunun yansımasıdır və sonra qüdrətli Simurq da Əba Əbdullah İmam Hüseyn əleyhissalamın nurunun yansımasıdır. Muhammed və Ali Muhammedə salavat göndərin. Sallu ala Muhammedin və ali Muhammed. İsa'nın haqqında danışdığı 5 ağac Ümmül Kitab başqa nə deyir? O, əsasən deyir ki, ilk günah Əzazilin təkəbbürü idi. Orada əsasən belə bir hadisə baş verir ki, uca hökmdar Əzazilə nur verir. Əzazil lap əvvəldə yaradılıb. O, Muhammed və Ali Muhammeddən sonra yaradılan ilk mənəvi varlıqlardan biridir. O, Allahın nurundan biraz istifadə etmək şansı əldə edir və o, bəzi şeylər yaratmağa başlayır. Və o, Allahın ona verdiyi nurun gücü ilə şeylər yaratdıqca, Allah onu izləyir. Əzazil ruhlar yaratmağa başlayır, varlıqlar yaradır, məxluqlar yaradır və sonra bir gün Allah onun yanına gəlir və deyir: "Söylə mənə, mən kiməm?" Ona bu sualı verir. Əzazil, "Mən kiməm?" Əzazil ona baxır və deyir: "Sən bir ilahsan, mən də bir ilaham. Biz ikimiz bütün bunları birlikdə yaratdıq. Sən nə düşünürsən?" Beləliklə, ikinci bir ilah olmaq iddiası tövhid və ya bənzərsiz Rəbliyi rədd etmək. Bu özək günaha, hər şeyin ondan çıxdığı ilk günaha çevrilir. Ümmül Kitab üçün ilk günah ağacdan yemək deyil, Adəmə səcdə etməkdən imtina etmək deyil. Əslində bundan xeyli əvvəl, ondan əvvəl mövcud olan bir dünyada baş verən bir şey var. Bunu həll etmək üçün Allah Subhanahu və Taala yeni sadiq nurlar, ruhların 6 təbəqəsini yaradır və onların başçısı Salmandır. Beləliklə Allah bütün bu növ şeyləri yaratmağa başlayır. O əslində rənglərdən ibarət qübbələr, dünyalar yaratmağa başlayır və həmçinin məxluqlar yaratmağa başlayır. Beləliklə pərdələr cəza mərhələlərinə çevrilir. İndi pərdələrin qübbələri aşağı səviyyələr kimi fəaliyyət göstərməyə başlayır. Beləliklə Allah mahiyyətcə Əzazilə baxır və deyir: "Bilirsən nə var? Sən artıq burada ola bilməzsən. Bu mümkün deyil. Sən təkəbbürlüsən. Sən artıq Allahın huzurunda ola bilməzsən." Beləliklə o öz nurunu yayır və bütün bu digər aləmləri, belə demək mümkünsə qübbələri, pərdələri yaratmağa başlayır. Mətnin müxtəlif yerlərində bunlara müxtəlif sözlərlə istinad edir. Və onlar aşağıya doğru gedir. Uca hökmdar Əzazilə borc verdiyi nuru geri alır. O üsyankar nuru rəngli pərdələrə və ya kürələrə çevirərək qatılaşdırır. Yəni onlar daha çox nur idilər, daha incə idilər, daha çox işıq kimi idilər və onlar daha çox cismaniləşdilər. Onlar daha çox laxtalandılar. Qırmızı, yaqut qırmızı pərdə birinciyə və ya belə demək mümkünsə 7-ci səmaya çevrildi. Onun altında alovlu bir pərdə düzəldildi və bu 6-cı səmaya çevrildi. Əqiq sferası 5-ci səma yaradıldı. Zümrüd sferası 4-cü səma,
bənövşəyi qübbə, 3-cü səma, günəş rəngli sfera, 2-ci səma və ay rəngli pərdə, 1-ci səma yaradıldı. Və sonra mavi lazurit sfera və bu yerdir, yer aləmidir. Və bu əslində mənə Bibliyada xüsusi bir fəsli xatırladır. Əhd İsraillərin Allahı görməsini təsdiqlədi. Görürsünüz, İbrani İncilində İsraillərlə bir şey baş verdi. Orada deyilirdi, sonra Rəbb Musaya dedi, sən və Harun, Nadab və Abihu və İsrail ağsaqqallarından 70 nəfər Rəbbin hüzuruna qalxın. Siz uzaqdan ibadət edəcəksiniz. Yalnız Musa Rəbbə yaxınlaşacaq, digərləri yaxınlaşmamalıdır və cəmaat onunla birlikdə qalxmamalıdır. Musa gedib Rəbbin bütün sözlərini və qanunlarını xalqa söylədikdə, onlar bir səslə cavab verdilər. Rəbbin dediyi hər şeyi edəcəyik. Musa sonra Rəbbin dediyi hər şeyi yazdı. Ertəsi səhər tezdən qalxdı, dağın ətəyində bir qurbangah tikdi və İsrailin 12 qəbiləsini təmsil edən 12 nəfər, 12 daş sütun qurdu. Sonra o gənc İsrailli kişiləri göndərdi və onlar yandırma qurbanları təqdim etdilər. Və Rəbbə ünsiyyət qurbanları kimi gənc buğalar kəsdilər. Musa qanın yarısını götürüb kasalara qoydu, digər yarısını isə qurbangaha səpdi. Sonra əhd kitabını götürüb xalqa oxudu. Onlar cavab verdilər. Rəbbin dediyi hər şeyi edəcəyik, itaət edəcəyik. Beləliklə Allah Musanı çağırır, o dedi, dostlarını İsraildən olan bu sadiq insanları gətir, qalxın və mənimlə görüşün. Mən əslində onlara özümü göstərəcəyəm. Musa sonra qanı götürdü, xalqın üzərinə səpdi və dedi, bu Rəbbin bütün bu sözlərə uyğun olaraq sizinlə bağladığı əhdin qanıdır. Musa və Harun, Nadab və Abihu və İsrailin 70 ağsaqqalı yuxarı qalxdılar və İsrailin Allahını gördülər. Onun ayaqları altında lazurit daşından düzəldilmiş döşəməyə bənzər bir şey var idi. Mavi qübbə, lazurit qübbə kimi, göy kimi parlaq mavi. Lakin Allah əlini İsraillərin bu liderlərinə qarşı qaldırmadı. Onlar Allahı gördülər və yeyib içdilər. Beləliklə burada Əhd-i Ətiqin bu səhnəsində Allahın eynilə Ümmül Kitabda təsvir olunduğu kimi bu qübbədə zuhur etməsinə bir istinad var. Beləliklə kitabda sonra nə baş verir? Hər dəfə Əzazil və onun davamçıları yenidən üsyan etdikdə, onlar daha aşağıya itələnir, daha sıx, daha qaranlıq bir qübbəyə bürünürlər. İndi burada qeyd etdiyimiz birinci rəvayətin sirrinin mənası gəlir. Hansı ki orada deyilirdi ki, bizim Adəmdən əvvəl bir Adəm və 7 Adəm var idi. Elə deyilmi? Beləliklə əsasən kitabda baş verən odur ki, Allah onu yaqut qübbəyə itələyir və sonra iblisi və oradakı hər kəsi 1000 il orada qoyur. 1000 ildən sonra o həmin qübbədəki kiminsə arxasında pərdələnmiş halda onun yanına gəlir və deyir, mən kiməm? Eyni şey yenidən baş verir. Eyni sınaq qoyulur, eyni imtina baş verir. Allahın höcrətində baş əyməkdən, səcdə etməkdən imtina edirlər. Onlar Salmanı qapı kimi qəbul etmirlər. Onlar Allahı qəbul etmirlər. Onlar bərabər olduqlarını düşünürlər və Allah nəticədə onları daha aşağı itələyir. Beləliklə onlar 7-ci səmanın üzərindən 7-ci səmaya, oradan 6-cıya və aşağıya doğru gedirlər. Bu qübbələr kosmik memarlığın bir hissəsi idi. Lakin üsyandan sonra onlar həbsxana səviyyələri və filtrlər kimi oldular. Allahın əmri ilə Salman və ali mələklər kafirlərin nurlarını pərdələrə çevirirlər. O, onları pərdələrin içinə itələyir. Lakin o həmçinin sonra kafirlərin bu ruhlarını elementlərin, dağların, metalların, ağacların, heyvanların, dənizlərin içinə itələyirlər. Beləliklə hər dünyada eyni dövr təkrarlanır. Əvvəlcə onlar aşağı bir dünyaya itələnirlər, tərk edilirlər, itaətsizlik edirlər, sonra isə aşağı doğru məsxə itələnirlər. Onlar aşağı doğru qayalara itələnirlər. Onlar aşağı itələnirlər. Onlar daha qatı olurlar və ruh maddələri yavaşlayır və onlar saf maddəyə çevrilirlər. Beləliklə onlar nə qədər üsyan edirlərsə, onların incə nurları bir o qədər daha aşağı, daha ağır formalara bürünərək bərkiyir. Fikri başa düşürsünüzmü? Beləliklə uzun düşüş bu ruhlardan maddəyə düşüşdür.
Hekayə dövrlərə təkrarlanır. Əzazil və onun tərəfdaşları hər rəngli aləmdə sınanırlar. Bəzi rütbələr tövbə edir və bağışlanırlar. Mələk və ya elçi olurlar. Və bu maraqlıdır, hə? Çünki hər səviyyədə onların bir qrupu qərar verir. Biz artıq pislik etməyəcəyik. Biz bundan imtina etməyəcəyik. Və onlar super sadiq olurlar və sonra həmin aləmin elçilərinə çevrilirlər. Digərləri isə təkəbbürlərini 2 qat artırırlar. Xəlifəyə səcdə etməkdən imtina edirlər. Allahı yalançı adlandırırlar. İddia edirlər ki, yox, Allah 3-dən biridir. Sanki özlərini Tanrı elan edən 3 nəfər olacaq. Deyəcəklər, sən Tanrı deyilsən, biz Tanrıyıq. Və bu şey yenidən təkrarlanır. Hər dəfə onların nuru daha aşağıya, alovlu pərdəyə, sonra zümrüdə, sonra bənövşəyə, günəşə, aya, sonra nəhayət mavi sferaya atılır. Və oradan kim olduqlarını unutduqları yer dünyasına atılırlar. Sonda üsyankar rütbələrin çoxu dağlara, qayalara, səhralara, çəmənliklərə, bitkilərə və ağaclara, heyvanlara, quşlara, balıqlara, ilanlara və digər maddi formalara çevrilirlər. Və təbii ki, bu anlayış İslam ədəbiyyatında və xüsusilə Həftüş Şərifdə çox mövcud və canlıdır. Nəsx anlayışı, insanın insan kimi reinkarnasiyası və ya məsx, insanın heyvan kimi reinkarnasiyası. Sonra rəsx var, hansı ki, insan daşa və ya metala və ya əsasən cansız bir obyektə çevrilir. Və ya fəsx, hansı ki, insan bitkiyə çevrilir. Beləliklə, maddə hərfi mənada düşmüş, laxtalanmış ruhdur. Bizim dünyamız bütün bu dünyaların ən dibindədir. Beləliklə, siz uşaqlar bütün bunların bir çoxunun nəticəsisiniz. Hekayə bizim dünyamıza çatdıqda uca hökmdar elan edir. Mən yer üzündə bir xəlifə yerləşdirəcəyəm. Aha, indi bu buradadır. Çünki hər aləmdə hekayə baş verir. Lakin eyni cür deyil. İnsanlar eyni görünmürlər. Senari biraz fərqlidir. Fərqli bir şəkildə cərəyan edir, lakin mahiyyəti eynidir və hər səmanın məxluqları yuxarıdakı və ya aşağıdakı səmanın məxluqlarından fərqlidir. Bəzi mələklər etiraz edirlər, deyirlər, o qan tökəcəkmi? Quranda da keçdiyi kimi, Adəm burada ən dibdə yaradılır və bütün köhnə drama təkrarlanır. İblis, Əzazil yenidən baş əyməkdən imtina edir. İnsanlar Allahın nümayəndələrini tanımaqla və şəhvət, tamah, təkəbbür və s. ilə sınanırlar. Beləliklə, hekayə formasında baş verən budur. Bir çox yüksək nurani aləmlərdə ağ pərdənin altında ruhlar olaraq başlayırıq. Biz Muhammed və Ali Muhammedə çox yaxınıq. Biz yuxarıdayıq. Biz zərr aləmində Allahı eşidirik. Çünki pərdənin arxasından özünü tərifləyir. Əzazilin təkəbbürü və davamçılarının uca hökmdarın seçdiyi pərdəyə ki, kitabda bu Salmandır və uzantısı ilə 5 nəfərdir. Muhammed, Əli, Fatimə, Həsən, Hüseyn. Onlara tabe olmaqdan imtina etməsi səbəbindən hamı aşağı itələnir. Ta ki biz mavi qübbənin altındakı bu ən aşağı dünyaya gəlib çatana qədər. Və hər qübbə Ümmül Kitaba görə həm varlıqlarla dolu bir səmadır, həm də eyni zamanda üsyan edənlər üçün düşüşün bir mərhələsidir. Beləliklə, indi 7 səma yuxarıya doğru, nərdivan və ya aşağıya doğru sürüşkən kimi çıxış edir. Aydındır? Daha yüksəkdə olub aşağı düşən insanlar üçün bura tələyə düşdükləri bir yerə çevrilir. Və bu pis bir yerdir. Olduqları yer daha yaxşı idi və yuxarıya doğru gedən insanlar üçün bu təbii ki, cənnət bağıdır. Buna görə də 7 səmadır. Çünki bu onların əvvəllər olduqları yerə nisbətən bir cənnətdir. Beləliklə, hər mərhələdə Allah geri, yuxarıya körpü kimi bir pərdə və ya xəlifə təyin edir. Beləliklə, hər aləmdə və hər zaman həmişə bir qapı var. Həmişə bir ip var, həmişə bir körpü var. İndi gəlin Ümmül Kitab ilə nəzərdən keçirdiyimiz hermetik mətnlər arasındakı paralellərə baxaq. Sizə bütün bu dinlərin bir olduğunu göstərmək və aldığımız bu dərslərdən əsas vacib mahiyyəti çıxarmaq üçün bu çox vacibdir. Beləliklə, hər iki mətndə bizdə bütün sifətlərdən uca olan transcendent Allah ideyası var. Bunu Ümmül Kitabda çox aydın şəkildə görürsünüz. Uca hökmdar harada, nə vaxt, necə və nədən kənardadır.
Onun tam reallığı qavranıla bilməz. Yalnız onun pərdələrdə, nurlarda və canişinlərdəki təzahürləri tanına bilər. Hermetikada Poimandersdə vahid, xeyir, nous addan, formadan və keyfiyyətdən münezzəhdir. Təsvir etdiyimiz hər şey artıq daha aşağı səviyyədədir. Bu, onların ikisi arasındakı ilk oxşarlıqdır. Hər ikisində Allah tamamilə təsvir olunmazdır və bizim məşğul olduğumuz hər şey təzahürlər və ya pərdələrdir. İlk təzahür Ümmül Kitabda Allahın ilk nurları Muhammed, Əli, Fatimə, Həsən və Hüseyni Ağ qübbədə əvvəlcədən mövcud olan nurlar kimi ortaya çıxarır. Onlar yaradılışın kök nümunəsidir. Hermetikada ilkin insan, səmavi insan ağıldan çıxır və insanlar və kosmos üçün nümunə olur. Ümmül Kitab ən yuxarı dünyada olan, daha yüksək arxetipik Qurandır. Bizim oxunan Quranımız ən aşağı qübbədəki həmin ana kitabın kölgəsi və ya surətidir. Hermetikada da, platonik yazılarda da dərk edilə bilən formaların daha yüksək bir aləmi var. Hiss edilən dünya həmin formaların kölgəsi və ya surətidir. Beləliklə, onların hər ikisi eyni struktura malikdir. Mövcud olan bu ilkin nümunə dünyası Ümmül Kitabın dünyası. Ümmül Kitabın mövcud olduğu yer, formalar dünyası və bizim Quranımızda və maddi bədənlərimizdə olan kölgə dünyası. Həm Hermetikada, həm də Ümmül Kitabda nurdan sui-istifadə edən bu demir qurğun, yaradıcının olması anlayışı var. Ümmül Kitabda Əzazil var. Ona nur verilir və varlıqlar yaradır və ilahlıq iddia edir. O, Allahın seçilmiş pərdəsinə tabe olmaqdan imtina edir və aşağı atılır. Hermetikada da hermetikanın təsirinə məruz qalmış, gnostik ənənələrdə danışdığımız kimi tali adı ilə gedən, kosmosun formalaşdıran və cahil və ya təkəbbürlü ola bilən, özlərini ən yüksək olaraq səhv salan kiçik tanrı fiqurları və ya demirqurq mövzusu hər zaman mövcuddur. Beləliklə, burada bir paralel var. Borc alınmış gücdən istifadə edən, təkəbbürü və çaşqınlığı qarışıq, qeyri-kamil bir kosmos yaratmağa kömək edən, daha kiçik bir nur varlığı. Xatırlayın, biz o şəkildən istifadə edəndə nuru təsvir edirdik, elə deyilmi? Hansı ki, rəngli şüşələrdən keçirdi, xatırlayırsınız? Beləliklə, hər iki kitabda bu ideya, bu 7 səma və sferalar, müxtəlif rəngli bu sferalar, bəmbəyaz və saf başlayan nur var. Və o aşağıya doğru şüalandıqca və müxtəlif rəngli şüşələrdən keçdikcə və planetlərin təsirinə məruz qaldıqca rəngini dəyişir. Və Ümmül Kitabda yaradılış pərdələr və sferalar kimi açılır. Yaqut, od, əqiq, zümrüd, bənövşəyi, günəş, ay, mavi və s. Onlar düşüş mərhələləri və həmçinin səmaların təbəqələri olurlar. Hermetikada kosmos 7 planetar sfera kimi qurulub. Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter, Saturn. Ruhlar onlardan aşağı enir, xüsusiyyətlər götürür və yenidən yuxarı qalxaraq onlardan azad olurlar. Xatırlayırsınız? Beləliklə, onların hər ikisində pilləli bir nərdivan, 7 qat səma var. Hər səviyyə varlığın fərqli bir keyfiyyətini və sıxlığını, eniş yolunu işarələyir. Və hər ikisində mümkün olan bir yüksəliş yolu var. Bəs yavaşlamış ruh olan maddə haqqında nə demək olar? Xatırlayırsınız, biz bu barədə danışmışdıq. Heykəllərə ruh üfürülməsi və onların hər şeyə, hətta bütün maddəyə daxilində ağıl və ya ruh ehtiva edən, lakin yavaşlamış ruh ehtiva edən bir şey kimi baxdıqları barədə bir neçə mühazirədə danışdıq. Ümmül Kitabda da üsyankar ruhlar qatlaşdırılır və od. Küləklər, xatırlayırsınız, mən mələklərin bu elementlər olması haqqında danışırdım. Dənizlər, dağlar, daşlar, metallar, bitkilər, heyvanlar və fiziki bədənlər olana qədər pərdələrdən aşağı atılırlar. Beləliklə, aşağı atılan bütün ruhlar maddə kimi tanınan şeyə çevrildi. Maddə hərfi mənada sıxılmış, tənəzzülə uğramış ruh kimi təsvir edilir. Onların qışqırıqları, nuru və üsyanı bu dünyanın maddəsinə çevrilir.
Hermetik əl-kimyəvi oxunuşda maddə tez-tez laxtalanmış ruh eyni ilahi cövhərin daha sıx vibrasiyası kimi təsvir edilir. Ruhun bədəni elementlərin qarışığından hazırlanmış bir məzar və ya həbsxanadır. Kimyəvi dildə bədən laxtalanmış ruhdur. Eyni şey metafizikada da var. Ruh yavaşlamış, qatılaşmış, qaralmış maddəyə bərabərdir. Bu povestlərin hər ikisində insanın makrokosmosun mikrokosmosu olması ideyası var. Ümmül kitabda da insan bədəni açıq şəkildə bir mikrokosmosdur. Bizim sahib olduğumuz beyin, Allahın yaratdığı ağ aləmdəki ağ dənizin yansımasından başqa bir şey deyil. Ərş, başın 7 açılışı və dəliyidir. Başın 7 açılışı nələrdir? Sizdə nə var? 2 qulaq, 2 burun dəliyi, ağız, 2 göz. Başda bu 7 açılışın olmasının səbəbi budur ki, bu Tanrının başının yansımasıdır. Bəs Tanrının başı nədir? Tanrının başının hər şeyi gördüyü, eşitdiyi və təcrübə etdiyi 7 açılış nəyin vasitələridir? Kitaba görə Muhammed, Əli, Fatimə, Həsən, Hüseyin, Abdullah və Əbu Talib vasitələridir. Hisslər 5 nura uyğun gəlir. Barmaqlar, orqanlar və daxili güclər mələklərə və sferalara uyğun gəlir. Beyinə, qəlbə, sinəyə, dodaqlara və s. enən 10 ruh. Yəni bu kosmik təbəqələri əks etdirir. Hermetikada insan öz daxilində kosmosun bütün səviyyələrini ehtiva edən ölümü və ölümsüzü, yeri və ulduzları birləşdirən mikrokosmosdur. Hər ikisində kosmos insanın daxilinə bükülmüşdür. Bədən və psixika səmaların xəritəsidir. Beləliklə bu kitabın maraqlı hissəsidir və orada Ümmül kitabda ilkin təkəbbürdən sonra insanların düşməsinin başqa bir səbəbinin şəhvət olduğu deyilən bir hissə var idi. İblis ilk dəfə bir qadın kimi görünür və tərəddüd edən bütün məxluqları yoldan çıxarmağa başlayır. İmanı barədə, yəni uca hökmdarın uca hökmdar olduğuna və ya pərdənin həqiqətən Allahdan olduğu barədə möhkəm olmayan hər kəsə iblis gəlir və onları yoldan çıxarır. Onlar qadağan olunmuş yollarla cinsi olaraq birləşirlər və daha sıx bədənlərə çəkilirlər. Və beləliklə Ümmül kitabda cinsi əlaqə aktı ruhların imanına və gələcəyinə birbaşa təsir və nəticəyə malikdir. Bu sanki iblisin onları bu cinsi əlaqə aktı vasitəsilə yoluxdurması kimidir. Bu da hikmət sahibinin qayəsində sünnət ideyası və bir çox İbrahimi dinlərin niyə əsasən dindən kənar evlənməyi qadağan etməsi ilə uyğun gəlir. Cənnət şəhvət ucbatından itirilir. Hermetikada ilkin insan təbiəti arzulayaraq maddədəki yansımaya valih olaraq düşür. Ruh cismani ehtiraslara sarmaşır və mənşəyini unudur. Ruh aşağı yansımaları daha yüksək nurdan daha çox sevdikdə daha dərinə düşür. Beləliklə bu anlayış burada çox əsasdır. Düşünürəm ki, əgər qurtuluşu böyük bir şəkildə ümumiləşdirsək, bu bir növ buradakı bu cümləyə qayıdar. Biz düşdüyümüz aləmlərdən geri qalxmaq istəyirik. Biz ətrafımızda gördüyümüz şeylərlə, hansı ki hamısı düşmüş maddə, düşmüş ruh, itayətsiz maddə, itayətsiz ruhdur. Nə qədər çox rahat olsaq, onları nə qədər çox sevsək, burada bir o qədər rahat olarıq. Bir o qədər daha dərinə düşərik və qalxmağımız qeyri-mümkün olar. Və buna görə də İsa, Muhammed, imamlar əleyhissalam və nəbilər hamısı bir növ bu rəddə, dünya sevgisini rədd edən və axirətə ümid bəsləyən bu təlimlərə sahib idilər. Bu möhtəşəmdir, çünki burada Ümmül kitabda qurtuluşun uca hökmdarın xəlifəsini, onun pərdəsini tanımaqla gəlməsi ideyası var. Kitabda bu Salman və 5 nəfərdir. Onların rəhbərliyinə və təlimlərinə itaət etmək və zahidlik mübarizəsi vasitəsilə daxili 7 kafiri və 3 şəhvətli nəfsi öldürmək.
Tələbə paklandıqca qübbələrdən enən elm ruhlarını qəbul edir. Hermetikada qurtuluş mərifətdədir. Allahı və həqiqi mənşəyimizi tanımaqdadır. Hansı ki, görüntüdə görünən və dünyanı izah edən ilahi ağıl tərəfindən idarə olunur. Ruh yüksəlmək üçün cəhaləti, qüsuru və taleyi özündən atmalıdır. Və biz əvvəllər ilahi ağlın və ya nousun necə əslində bir pərdəyə bürünməsi haqqında danışmışdıq. O hər dövrdə mövcuddur və o bir elçi göndərir. Və biz bunu Hermesin göndərildiyi və hər kəs üçün hidayət nuru olmasının söyləndiyi lap birinci fəsildə gördük. Beləliklə, bu ideologiyaların hər ikisində Hermetizmdə, Hermesin dinində və həmçinin İslamın mistik-gnostik dinində və ya İslam dininin versiyasında siz tək başınıza qaça bilməzsiniz. Sizə açıqlayan, yuxarıdakı dünyalardan bu dünyaya enən, sizə gələn bir müəllim lazımdır. Elm və nizam-intizam vasitəsilə daxili bir çevrilmə baş verməlidir. Siz dövrünüzün imamını tanımalısınız. Bu təlimlərin hər ikisində hər dövrdə mövcud olan nicat gəmisi, Allahın ipi kimi fəaliyyət göstərən biri var, elə deyilmi? Hansı ki, ağ aləmə, yuxarıdakı uca hökmdarın ərşinə bağlıdır və o artıq ilkin yaradılışın cövhəri ilə qarışıb. Onun bədəni artıq yuxarıdakı pərdə ilə birləşib, ruhu artıq birləşib və beləliklə o, artıq aşağı düşmüş insanlara hər zaman rəhbərlik etmək və onları 7 səma və ya 7 rəngli sfera vasitəsilə geri, yuxarı aparmaq üçün mövcuddur. O pərdədir, həm yuxarıda, həm də aşağıda olan vasitəçidir. Beləliklə, Ümmül Kitabda Salman, Adəm, elçilər, nəbilər, Əhl-i Beyt daha yüksək dünyada Allahla birlikdə bərzəx kimi dayanırlar və aşağı dünyaların qurulmasında aktivdirlər. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurub ki, İmam qaim hər dövrün höccəti Allahın elə bir pərdəsidir ki, heç vaxt Allahdan ayrılmır və həm də yaradılışdadır. Beləliklə, Muhammed oradadır, yuxarıda və eyni zamanda burada aşağıdadır. O, yuxarıdan aşağıya uzanan bir ipdir, ondan tuta bilərsiniz və nərdivanla onlara dırmaşa bilərsiniz. Onlar bir yoldur, səbildir. Hermetikada nous, logos, həm Allahla birlikdədir, həm də kosmosdadır. Vahid ilə yaradılış arasında vasitəçilik edir. Beləliklə, həmişə həm yuxarıdan olan, həm də aşağıda mövcud olan canlı bir vasitə var ki, Allahla əslində onun vasitəsilə qarşılaşılır. Siz bu aşağı aləmlərdə Allahla bir yolla və yalnız bir yolla qarşılaşa bilərsiniz. O da onun arxasında pərdələndiyi və arxasından sizinlə danışdığı fərd vasitəsilədir. Elə isə gəlin rəngli qübbələrdən geri, yuxarı qalxmağa çalışaq. Oldu mu? Sizi sevirəm dostlarım.